Salam hörmətli izləyicilərimiz, bu günlər isə Xırdalanda düz Heydər Park ilə üzbəüz olan bir kompleksdə qəşəng ümumi sayısı 65 kvadrat olan mənzil təqdim etməyə gəlmişik. Hal-hazırda mənzilin giriş qapısını gördünüz və gözəl belə güzgü yığılıb, şkaf, prixoji yığılıb və orada sanitar qovşağıdır, sonra axırda onu göstərəcəm və evimizin böyük zalı, qonaq otağı. Qonaq otağı studiyadır. Zal başında görürsünüz ki, mətbəx mebeli yığılıb. 2 otaqlı mənzildir və sizə evin yataq otağını göstərim. Evimizin qiyməti 128 min manat təyin olunub. Gördüyünüz bütün əşyalar mənzildə qalacaq və yataq otağından balkona çıxışı da görürsünüz. Kombi aparatı tam səliqəli giryaşa mənzildir. Bütün zəruri olan əşyalar mənzildə var. Elektronikaya qədər, elektronika da çıxmayacaq. Hər bir əşyası qalacaq. Gəlin sonunda sizə hamam otağını göstərim. Evimiz çox mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Binanın yeraltı parkingi var. Böyük həyəti var, uşaqlar üçün meydançası falan hər bir şey var. Deyim ki, Xırdalanda nömrə 1 binalardan biri sayılır. Çünkü hem bütün infrastruktur olarak binanın içinde her bir şey yığılıb və həm də düz Heydər Parkın yanında yerləşir. Mənzilimizdə görürsünüz, kondisionerə qədər hər bir şey var. Gir yaşa, şəxsi əşyalarınızı götürüb bir dənə divan qoyub sərsi günü yaşaya bilərsiniz. Kupçu əldədir, istənilən asan xidmətdə dalğı satqımızı eləyə biləcəyik. Bugünə bu qədər like qoymağı unutmayın, sağ olun.